Buradan minaya düşübdən ayağın birini kəsiblər. Bax, bu kişi onun adına kredit götürüb, yalan deyirəm. Sən desin, yalan deyirsən. Bütün Azərbaycan baxır bura. Və ondan başqa bir başqa qadın olub. Qızı da Səkinə sizlə danışdı. Səkinə ruhi xəstədir, 30 neçə yaşı var. Ərə filana getməyib, yoldaşına xərçəkdir. Bu yalan nə danışırsa hamısını yalan danışır. Mən bu məlumatları bilirdim. Südabədə olub həyatında. Sən gözünün içinə kimi danışır. Sən yox, birincisi siz. Mən sizi kimi insan, mənə bunun videolarını atıblar. Nigar xanım, bu adam bacı müqəddəsdir. Qardaş üçün bacı qeyrətdir. Bu adam bacısının söyülmədiyi yeri qoymayıb. Siz nə qoyumunu axtarırsınız? Milli mentalitetdən xəbərsiz bir insandır bu. Mən də danışmalıyım. Sən nədir mənim səsim alınıb? Mən də vətəndaşım. İnanın ki, Azərbaycan televiziyasına efir qoymayıb bu adam. Hər yer gedirəmsinə gələni bu formada danışır. Bacını söyür. Mən də ayağa dura bilərəm. Otur aşağı. Otur aşağı. Sən kimsən ki, mən sənə danışam. Bir adam ki, ana, bacı. Dediklərimdən barımda. Aha. Yalan çıxan kimi sən... Sizin bu dinləyicilərin 10 milyon, 100 milyon əhalinizin hamısının qarşısında söylüyor. Əgər mənim dediklərimdən nöqtə vergülü yalan çıxsa, mən sizdən üzr istəyim, 10 milyonluq xalqdan üzr istəyim. Kilidana bir yaxşı mənim hansı bacınla əlaqəm var? Hansı bacınla əlaqəm var? Mən də Qərbəzər Bözərliyim, özümü də sabah Sən də qışqırma. Sən də qışqırma. Özümü də hava sabah çünki günahın var, ona görə qışqırırsan. Kimi? Gəl Başa düşdün? Yazıq arvad özü ödəyib da kredi. Tamamı tapaq sadəcə olaraq. Tamam nə lazımdır. Qadının ayağı şikəst olandan sonra qadını qovlayıb evdən.